Salam değerli YouTube izleyicilerimiz. Bugün size hem evin hem de torpağın kupçası olan 2 mərtəbəli 6 otaqlı tam təmirli həyət evimizi təqdim edəcəm. Videomuzu sona qədər izləyin. Bütün məlumatlar videonun daxilində qeyd olunur. Evin yerləşmə yeri Savalan yaşayış massividir. Asfalt yoldan 100 metr məsafəlikdə yerləşir. Ümumilikdə 3 sot torpaq sahəsindədir. 2 mərtəbə 6 otaqdan da ibarətdir. Evin birinci mərtəbəsində əlavə olaraq yerləşir həm sanitar qovşaq, həm də qaraj hissəsi var. Mərtəbə arası tamamilə monolit betonla tikilib. Evimiz şəxsi tikili evdir. Bir daha qeyd edirəm ki, sənədi həm evin, həm də torpağın kupçasıdır. Evin həyətinə də, qaraj hissəsinə də bir neçə maşın rahatlıqla daxil ola bilər. Savalanda çox gözəl bir yerdə, məktəbə, yola, marketlərə, hər yerə yaxın məsafədə yerləşir. Gördüyünüz kimi çox cüzi bir işləri qalıb ki, onların hər biri də tamamlanıb sizə təhvil veriləcək. Evin ətrafına keçmək üçün sağ tərəfdən zaboru ilə məsafəsi saxlanılıb. Birinci mərtəbəmizin alt hissəsi tamamilə beton, mərtəbə arası monolit beton, üstü isə kəmərdir. 4 bir divarı da qoşa daşla tikilib. Bu birinci mərtəbəmizdə yerləşən 2 dənə əlavə köməkçi otağı. Evin ikinci mərtəbəsində isə 4 otaq var. Tam təmirli, tam hazır vəziyyətdə. Sənəd həm evin, həm torpağın kupçası. Evin ön hissəsi balkon kimi saxlanılıb. Mətbəxdən balkona çıxış qoyulub. Çardağa da girişi var. Evin qiyməti isə 130 min manatdan satışa çıxıb. İnşallah ki, real alıcılarımız olanda qiymətdə də endirim olacaq evin sahibi tərəfindən. İkinci mərtəbədə evin dəhlizi, mətbəxi, sanitar qovşağı istifoldan ibarətdir. Burası isə geniş bir qonaq otağımız. Pəncərələr yerdən olan şəbəkə pəncərə. Pollar laminat, kombi sistemi çəkilib. Ev yenicə təmirdən çıxıb, yaşayış olunmuyor. Hər bir otağın geniş pəncərəsi 139 nömrəli marşrut. Cəmi 100 metr məsafəlikdən keçir. Paket kupça qiymətdə 130 min manat, evin ümumi sahəsi 175 kvadrat metr. Bu sanitar qovşaqdır, duş kabini üçün də yeri saxlanılıb. Bu da evimizin yataq otaqları. Bu qədər dəyərli YouTube izləyicilərimiz, videomuz bitdi. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın.